Herkese salam, mən Zivər. Gəlin bugün birlikdə ad gününü hazırlaşaq. Əvvəlcə başlayıram makyajdan. Gördüyünüz kimi 2 konsiler istifadə edirəm. Konsilerdən əvvəl də üzümü nəmləndirmişdim. Sadəcə onu videoya çəkməmişəm. Əvvəlcə üzümü nəmləndirdim, sonra videoya başladım. 2 ayrı konsiler istifadə edirəm, çünki ikisi birləşəndə rəngi üzümə tam olur. Yəni burada da görürsünüz ki, makyajımı davam elətdirirəm və bu video mənim ilk get ready with me videomdur. Yəni kanalımda əvvəl heç belə bir video olmamışdı, nə də yoxlamamışdım. Yəni bu ilkdir. Ümidliyəm ki, qəşəng olar. Eyelinerımın da birini çəkirəm və gördüyünüz kimi burada xoşuma gəlir və gün işığı şakamı, gün işığı çox qəşəngdir. Eyelinerim da qəşəng oldu, çox bəyəndim. Burada da highlighter vururam burnumun ucuna. Yəni burada videoda çəkməmişəm, amma qaşımın altına da vurmuşdum highlighter. Tövsiyə edirəm, qəşəng görünür qaşın altına vuranda. Burada da dodağımı çərçivələyirəm. Daha sonra üstünə belə gloss keçirəm. Eynəyimi də taxıram və artıq makyajım tamamən bitmiş olur. İndi isə keçirik kombinə. Cins şalvarımı, köynəyimi geyinirəm. Burada bir kaza olur, nə isə. Kombinimi isə belə göstərirəm. Geyindikdən sonra da keçirəm taklara. Gördüyünüz kimi 2 gümüş qolbaq taxıram. Eynidir bu arada ikisi də. Daha sonra keçirəm digər qoluma. Digər qoluma da 2 qolbaq taxıram. Birini taxdım, birini də taxa bilmirəm. Burada da görürsünüz yəni öz ifadəmlə. Gedirəm anamdan kömək istəyirəm, o bağlayır. Anama qolbağı bağlatdırdıqdan sonra gəlirəm sep taxmağa, amma sep taxmamışdan və sizə dayım oğlunun boyunu göstərəm. Dayım oğlunun boyu harasa 1.80 falandır. Bəlkə də 1.80 keçib bilmirəm. Kuzenlər arasında ən uzun dayım oğlu Hüseyndir yəni. Hər nəysə burada da üzüklərimi taxıram, daha sonra hazır oluram və evdən çıxırıq, amma çəkmirəm. Burada da gəlmişik ad gün keçiriləcəyi yerə, Nərmin nəsə videomu göstərirəm. Burada da tortu göstərirəm. Əslində buralarına get ready with me çox da bir əlaqəsi yox idi, amma dedim ki, video çəkmişkən buranı da göstərim. Hər nəysə video bitir. Video like atmağı və kanalıma abunə olmağı unutmayın. Davamını istəyirsinizsə də yazarsınız yorumlarda. Bye bye.